Cəmi 21 yaş, insanların hələ həyatı təzə-təzə anladığı, qorxduğu, səhv etdiyi bir yaş. Amma bəzi gənclər var ki, onlar səhv etmək üçün doğulmayıblar. Onlar qəfəsə girəndə qarşısındakı adamın gələcəyini, sağlamlığını və ruhunu əlindən almaq üçün doğulublar. Məhəmməd Əli Osmanlı. Pro rekorduna baxın. 12 döyüş, 12 qələbə və 0 rəhm. O qəfəsə sadəcə idman etməyə və ya məşhur olmağa girmir. Bu 21 yaşlı gənc ora girəndə qarşısındakı təcrübəli adamların gözlərindəki yaşamaq ümidini tək-tək söküb almaqdan xüsusi bir zövq alır. Onun qanında qədim, ac bir yırtıcının instinkti var. Ultimate Fighter səhnəsində hamı kamera qarşısında şou göstərir. Bu gənc isə sadəcə növbəti qurbanının sümüklərini sındırmaq üçün saniyələri sayır. Onun lüğətində məğlubiyyət deyə bir söz yoxdur. Çünki o qəfəs bağlandığı an qarşısındakı insan onun üçün sadəcə parçalanmalı olan bir hədəfdir.